Klassik yoxsa müasir tamaşalara üstünlük verirsiniz? Bilirsiniz, klassik ya müasir üstünlük o tamaşaya verilir ki, bu tamaşaçıya söz deyir. O tamaşaçıya ideya verir. O tamaşaçıya həyatda yaşamağa düz yol göstərir. O tamaşalar daha baxımlı olur, hərə özünü görür, öz problemini görür. O öz probleminin həllini görürsən. Mən həmişə deyirəm, teatr heç vaxt həkim deyil ki, insanları müalicə eləsin. Teatr cəmiyyətdə, psixologiyada gedən psixoloji deqradasiyaları, əyintiləri belə yarı bölür cəmiyyətə, göstərir. Deyir ki, sənin bax bu hissələrin psixoloji baxımdan xəstədir. Get özünü müalicə et. Özünü orada görən, səhnədə görən tamaşaçı isə təbii ki, artıq o informasiyanı alır və öz səhvlərini başa düşür. İnsan da səhvini başa düşəndə onu düzəltməyə çalışır.